Vətən torpağı hər birimiz üçün müqəddəs olub, əbədi və əzəlidir. Azərbaycanımız bizə, babalarımızdan əmanətdir. Əmanət olan bu vətəni qorumaqsa, hər bir vətəndaşın vətəndaşlıq borcudur. Biz vətəni sevməyi böyüklərimizdən öyrəndik. Biz vətəni qorumağı böyüklərimizdən öyrəndik. Vətən məhəbbət deməkdir. Günəşin hərarətinə qapılıb, ayağını yerə qoyduğun yer deməkdir vətən. Vətənimiz bizə miras kimi yox, əmanət olaraq qalıb. Bu əmanəti qorumaq və gələcək nəsillərə buraxmaq bizim borcumuzdur.